dövlət şəbəkələrinə hücumlar, xüsusi rabitə və informasiya təhlükəsizliyi Dövlət Xidmətinin noyabr hesabatı. 2025-ci ilin noyabr ayı üzrə xüsusi rabitə və informasiya təhlükəsizliyi Dövlət Xidmətinin apardığı monitorinq nəticələri dövlət informasiya sistemlərinə qarşı kiber hücumların həcminin kifayət qədər yüksək olduğunu göstərir. Monitorinq nəticəsində noyabr ayı üzrə 49 kiber hücum göstəricisi aşkarlanaraq bloklanıb. Bu kiber təhdidlərin 41-i daxili araşdırma, 8-i isə dövlət qurumlarından müraciətləri əsasında müəyyən olunub. Bildiyiniz kimi xüsusi rabitə və informasiya təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının informasiya təhlükəsizliyi üçün müxtəlif səviyyəli mühafizə sistemləri tətbiq edir və bu mühafizə sistemləri vasitəsilə bloklanmış kiber hücumlar barədə saytımızda və hesabatlarımızda mütəmadi olaraq müəyyən statistikalar dərc olunur. Həmin statistikadan da gördüyünüz kimi müxtəlif saylı kiber hücumlar metodlarından asılı olaraq müxtəlif mühafizə vasitələri ilə bloklanır. Qeyd etdiyiniz 49 kiber hücum indikatoru məhz spesifik olaraq belə deyək manual analizlərin nəticəsində bloklanmış kiber hücumların sayıdır. Amma ümumi kiber hücumların sayı isə minlərlə, 10 minlərlə, 100 minlərlə bəzən ölçülə bilir. Bundan əlavə, noyabr ayı ərzində xüsusi rabitə və informasiya təhlükəsizliyi Dövlət Xidməti tərəfindən AzState.net şəbəkəsi üzrə 20 milyon 932 min 797 zərərli keçid, şəbəkə təhlükəsizliyi sayəsində əhəmiyyətli konsept olan Sandbox mühafizə sistemi vasitəsilə isə 4505 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanmışdı. Kiber hücumların istiqamətində siyasi motivli kiber hücumların xüsusi çəkisini hiss etməyə başlamışıq. Bu da ölkəmizin uğurlarına, belə deyək, sevinməyən qüvvələrin kiber əməliyyatlarının nəticəsidir. Belə hücumlar xüsusən də müvafiq ölkələrin, müvafiq ölkə sponsorlu, belə deyək, kiber qruplaşmaların əməliyyatlarından irəli gəlir. Hazırda bu istiqamətdə ali səviyyəli bir hesabatın üzərində işləyirik. Hansı ki, ölkəmizə hədəf alan siyasi məqsədli kiber hücumlarının analizini burada əhatə edəcəyik. Noyabr ayı üzrə aparılan monitorinqlər kiber təhlükələrin müxtəlif kanallar üzrə paralel şəkildə artdığını göstərir. Aşkarlanan zərərli fəaliyyətlərin qarşısının vaxtında alınması isə mövcud müdafiə mexanizmlərinin effektivliyini təsdiqləyir.